Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Hörmətli tamaşaçılar, sizləri Həzrəti Zəhra TV-də xoş gördük. Söhbətlərimiz bildiyiniz kimi silsiləvarı davam edir. Söhbətlərimizin mövzusu Əhl-i Sünnə kitablarında, Əhl-i Sünnə qardaşların kitablarında olan İslam tarixidir. Çalışırıq onların gözləri ilə İslam tarixinə gedək və bu İslam tarixində olan hadisələri araşdıraq. Tarixin önəmiyyətini çatdırmaq istəyərdim sizə. Bu yerdə bir hədis yadıma düşür. Həzrəti Əli əleyhissalam oğlu İmam Həsənə buyurur ki, oğlum, tarixi oxu. Tarixi oxuyan şəxs həm öz zəmanəsində, həm də keçmişdə yaşamış kimidir. Söhbətimizin bu yerində sözümüzü hörmətli qonağımız Həzrəti Ayətullah Seyyid Hüseyn Musavi Həzrətlərinə verərdim. Selamun aleyküm hacı. Xoş gəlmişsiniz istəyərimizə. Bəndə də salam ərz edirəm Cənabınızın məhzərinə və əziz tamaşaçıların məhzərinə. Həmintor ki, siz işarə buyurdunuz, biz istəyirik dünyayı İslamda, İslam dünyasında müsəlmanlar müttəhid ola. Quran məntiqi ilə qardaş ola. Yolunun biri budur ki, sözümüzü danışaq. Əgər söz danışılsa, müşkilat sözlə həll olar, dahi düşmən gəlib su-istifadə eləməz. Hala bu ibarətini deyim. Ki, gələ müsəlmanları sala birbirinin canına, davula, bu dövləti yıxala, o dövləti yıxala. Əqilli yolu budur. Oturaq görək nəymiş. Türklərdə bir gözəl söz var burada. Deyir ki, mürəkkəb axan yerdə qan axmaz. Aha, əhsən. Bu ittifaqın farsı dilində mən bunu eşitməmişəm. Bunu gərək farsısını da cürriyək. Mürəkkəb axan yerdə qan axmaz. Bu əlam mürəkkəb axır bu işimizdə. Liza bizim təlaşımız budur ki, o mətni Əhl-i Sünnət qardaşların, kitabların ki, qəbulvarlarıdır, əvvəlin kitab bilirlər, gətirək səhniyə. Deyək, ağa, mən şiiyəm, sənin qardaşıyam, tıbqı məntiqi Quran. Bəli. İnnəməl müminuna ixvə. Qardaşlar. Bu sənin kitabıda oxusaq, yenə mən deyən olacaq. Bəli. Həq əhl-i beytməndir. Əgər bir məzhəbi var binamı şiə, bir məzhəbi var binamı vəhhabiyyət, ya əhl-i sünnət, bizim kitabları qoyaq kənara, gedək sizin kitabları oxuyaq ağaya, əhl-i sünnət. Elə biz deyən sizin kitablardan çıxacaq, haqq bizimlə olacaq, da dava eləməyək. Qardaş olaq. Əlan buradan idamə verək. Bəhsimiz indiyə kimi roşən edir da. Əhl-i sünnətin kitablarını gətirirdik. Aram-aram, mütəvər kitablarımızdır. Buxari, Müslim. Oxuruq, deyirik ki, bu özləri deyirlər, şiyələr deyəndir. Bu mədarik bizi dəvət edir qardaşlığa. Bu mədarik bizi dəvət edir bir-birimizə yoxunlaşaq, nə dava eləyək, nə toqquşlamağa, nə patlatmağa, nə deyiriz bu bomb partlatmağa. Durustdur. Terror eləmək. Terror eləmək. Əlan baxın, mən bir dənə ibarət oxuyum. Buxari yazıb, nömrəyə 113-cü. Hədisdir. Nömrəyə hədis 113. Səhiyyə Buxaridə. Təzə kitablardadır, təzə çaplardadır. Baxa bilərlər. Buxari kitabında. Daim Mu'təbərtənin kitablarıdır. Deyir ki, Əbu Hüreyrə deyir, heç kəsin haq yox idi əgər hədisi Peyğəmbəri yaza. Çünki hər kəs hədisi Peyğəmbəri yazsaydı, Ömər şallaq vururdu. Amma Ömərin öz oğlu hədisi yazırdı. Bunun mənası nədir? İmam Hüseynin, sənin haqqın yoxdur deyən qalə Rasulullah. Sən Peyğəmbərin sözünü xalqa öyrətmə. Sən mallı olma. Sən mənbərə çıxma. Sən mərcəyə təqlid olma. Yaxşı. İmam Həsən, sən də demə. Amma mənim oğlum, Ömərin məntiqi budur da, özü yazıb, bu məntiqin üzü ilə. Ömər öz oğlu Əbdullah Peyğəmbərin rivayətləri yazırdı. Özü ola mərcə, amma xanedan Peyğəmbər mərcə elmi olmuyor. Bu düz işdir. Əlbəttə ki, yox. Xoş. Tamam uləma-i əhl-i sünnət, kullən
Əhl-i sünnətin hamı alimləri başdan ayağa Bəli. deyirlər ki, qarni əvvəldə heç kəsin haqq yox idi, hədis nəql eləyək. Çünki Cənab-ı Ömər demişdi ki, hədis nəql eləsəz, Quran yaddan çıxar. Elə fəqət Quran oxuyun. Təfsiri də lazım deyil. Dəviyyün kədəviyyün nəhl. Arı vız-vızı kimin? Kəndi deyəriz, nə deyəriz? Arıların yuvasına. Arı yuvası. Arı yuvasından necə arının qanatının səsi gələr vız-vız. Gedin məscidlərdə fəqət Quran oxuyun. Ələn də görürüz Məkkədə fəqət Quranı oxurlar. Heç kəsin haqqı təfsir yoxudur. Duruz? Bəli. Xob, əgər bu cürdu, məmnudu, əlan get İbn Əbi Şeybə, Buxarinin ustadı. Musənnəf İbn Əbi Şeybə mənim yanımdadır burada, bu kitabxanamda. Bunun çoxu Ömərin oğlunun fətvasıdır. Buxari yazıb burada, Ömər dedi, oğul, Əbdullah, səndə liyaqət yoxdur, heç də da. Sən öz arvadın, öz qadının təlağın vermək hökmün bilmirdi, səndən mənə nə xəlifə olar, nə mərcə olar, nə müsəlmanlara alim olar. Bunu Buxari yazıb. Bəli. Necə olur? Əlan Buxari, Muslim, Tirmizi, üləma-i əhl-i sünnətin nə məktəblarına baxırıq, Ömərin oğlunun fətvasıdır. Niyə Ömərin özünün fətvası yoxdur? Çün Ömər dedi, Peyğəmbərdən heç də nəql eləməyin, öz qolu bağlandı. Bəli. Özü dedi, heç kəs Peyğəmbərdən qalə Rasulullah nəql eləməsin. Özü heç də deyəmədi. Ondan sonra, Ömər öləndən sonra oğlu da, hər nəmə var Peyğəmbərdən, mən nəql eləyirəm. Bu necə işdir? Bir nəfəri ki, Əbu Hüreyrə deyir, 113-cü nömrədə, Səhih Buxaridə, mən yazmazdım, amma Ömərin oğlu hədisi Peyğəmbəri yazardı. Bəli. Düzdür? Bəli. Əcəb Ömərin oğlunun haqqı vardı, ola mərcəyə təqlid, əlinin xanavadəsindən bir dənə qoymadınız, kitab çap ola. Rovşan oldu taala. Xob. Məsələb-i bədi. Deyirlər ki, çün mərdum rəy verdi Əbu Bəkrə. Oldu xəlifə. Ondan sonra Ömər, ondan sonra Osman, sonra da Ali ibn Əbi Talib əleyhissalam. Görürsünüz? Bəli. Biz şiyələr deyirik, haqq sizinlə, feylən, misaldır da, fərz edilər ki, sizinləndir. Haqq budur ki, ağa, Peyğəmbərdir, bədəz Peyğəmbər xəlifəsi Əbu Bəkridir, Ömər diyor, Osman və Ali ibn Əbi Talib. Haqq sizinlə. Bəli. Sual. Mərdum Əbu Bəkri intiqab elədi, oldu rəhbər, bunun savadı da çoxalar. Mərdum bir nəfərə çox rəy verəndə, bunun öz-özünə savadı çoxalar. Xeyr, əlbəttə ki, yox. Hala niyə deyək Əbu Bəkr? Bəndə bir tələbiyəm. Gəldi bir şəhri, məsələn, filan Kərbəlada mərdum rəy verdi mənə. Duruz? Mən əvvəlin rəy... Xob, rəyim çoxalanda savadım da çoxalar. Xeyr. Xob, bəs Peyğəmbərin xəlifəsinə mərdum rəy də versə, bunun qudrəti çoxalar. Bəli. Ərtişinin qudrəti çoxalar. Amma savadı da çoxalar. Xob, bəs bunlar qəbul eləyək ki, hətta düz deyirlər, bu 3 dənə xəlifə düzdür, savad İslamı hardan öyrənək? Əli ibn Əbi Talibdən necə qoymadı təfsir qala? Düz? Bəli. Xanadəsindən də təfsir qoymadı, hamısını olsa çəkdilər. Xob, hala Əbu Bəkir, Ömər, Osmanın da ki, savadı yoxudur. Bəs nə eləyək? Bu İslamı nə cür saxlayaq? Yetirə bilirəm sözümü? Bəli. Əgər nağısı sən qəşəng səlis mətləbindən... Başa düşürlər, yetirirsiniz. Xob. Əgər qəziyyə bu cürdur, əlan mən şuru eləyim əsli mətləbə. Bəli. İslamda hər kəs zəkat yesə, zəkat ona helal olsa, xums ona haramdır. Bəli. Bunu roşandır da. Bəli. Seyidlərə zəkat haramdır. Şəri qaydadır. Şəri qayda qanundur, əhkamdır. Şəri bir qanundur. Bəli. Sərih Qur'andır. İnnəmə qənimtum min şeyin fə innə lillahi xumsəhu və lirrəsul və lizil qurba. Xumsu seyidlər zil qurba yiyə bilər. Bəli. Amma zəkat Yiyə bilməz. əhsən. Amma onları ki, seyid deyirlər. Onlar xumus yiyə bilməzlər. Onlara xums haramdır, zəkat Olar. həlaldır, düz. Əbu Bəkr, Ömər, Osman, bu cənabanı ki, xulafaydılar, Peyğəmbərin səhabəsidirlər, qudrətə çatandan sonra həm zəkat bunlara helalıdır, şərən vaqən də helalıdır, çünki seyid deyirlər. Bəli. Xumsunu aldılar, yedilər. Dedilər,
Zil-Qurba, ey Zil-Qurba, xəlifət Rasulullah. Zil-Qurba, hər kəs ki, Zil-Qurba-yı xəlifə. Baba, bu xumsdur. Pəs, mətləbi duvumuz bu oldu, bu cələsədə. Bəli. Ağalar gəldilər, oldular xəlifə, biz bunu fərzdən imza eləyək. Fərzdir da, deyək, pəs siz deyən düzdür, bərədərim, əziz qardaş. Amma əvvələn bunlara xalq rəy versə, savadı hardan getdilər? Bu bir işgal. İkinci, bunlar qudrətə çatandan sonra gəldilər, xumsu təsərrüf elədilər, fədəki tutdular, Fatimə Zəhradan aldılar. Bu xumsudur. Bəli. Əgər fədəkdə xums olmasa, həddəqəl qənaim ki, xumsdur. Bəli. Hər şey ki, mistaqı xumsdur, seyid olmayana nə deysən buyurdun? Hamı bilir bunu, haramdır. Haram. Əbu Bəkr, Ömər, Osman həm xumsu aldılar, yedilər, həm zəkatda həlalıdır. Aya, aləmdə bir nəfər tapılar ki, həm xumsanı helal olur, həm zəkat. Bunun cavabı nədir? Bu da roşan. İstiri yerz eləyək ki, müsəlmanlar gərək müttəhid ola. Müsəlmanlar gərək qardaş ola. Bəli. Hər kəs gələ bunu onun əleyhini təhrik eləyə. Onu bunun əleyhini təhrik eləyə. Onlar düşməndilər. Hala hər qalibdə zahir olalar. Hala der qalibi şəxsi ola, ruhani ola, به قول معروف رادیو ola, televizyon ola, mənbər ola, kitab ola, məqalə ola. Gələn müsəlmanları bunlara deyə gedin, onların əleyhinə dava eləyin. Bəli. Onlara deyə gedin, bunlara əleyhinə. Bu düşməndir. Dost ona deyərlər ki, qardaş olaq. Quran deyib qardaş olandan sonra mənim sözüm budur ya. Əgər mən Vəhhabi döyürəm, çün bu zatlar qoymaz mən gələn Vəhhab olam. Cavab gərək verər. Bəli. Bu belə. İndi bu mədarikə diqqətlə bax görək ki, aya vaqən bunlara cavab varlarıdır. Buxari, Səhih bu mətləb utuldu da. Bəli. Buxari 119-cu nömrədə, hədisin nömrəsi deyəriz da, 2047-ci nömrədə, 2350 nömrə. Bəli. 3648-ci nömrə, 7354-cü nömrə. Bunlar Buxarinin kitabının nömrələr, hədislərinin nömrəsidir. Bəli. Hamısında yazıb ağay Əbu Hüreyrə gəldi, dedi ki, əgər mən Peyğəmbərdən rivayət nəql edirəm, mən ac idim, qarnımı doldurmağa görə gəlmişdim Peyğəmbərin yanına. Amma mənim hədislərimin birazı kisə idi. Yığmışam kisəmə, hədisi. Necə kisə? Peyğəmbər dedi, parçanı qoy yerə, əlini qoydu parçanın üstünə, parça deyəriz. Bəli, parça. Parça, Peyğəmbərin elmi töküldü ora, mən yığdım cibimə, yığdım kisəmə. Elm adamın əlindən tökülər, parçaya. Nağıldır. Nağıl deyəriz da. Bəli. Biz deyirik ki, əslən məsxərədir bu. Duruz, halal. Bu ağayı Əbu Hüreyrə sərahətən deyir ki, hədis iki cürdür mənim hədislərimin. Baxın, şumarə hədis 120 Səhih Buxaridə. Şumarə siz deyir, nömrə. Nömrə. Duruz. Deyir ki, əhadis iki qismətdir mənim əhadisim. Kull əhli sünnətin də var yoxu nədən demişlər? Çoxu. Səhih Buxari, Səhih Müslim. Və Əbu Hüreyrədən. Görək bunların rivayətləri nə cürdür? 120-ci nömrəyi Buxaridir. Deyir ki, əhadis iki qismidir. Fəəmmə əhəduhuma fəbəthəttuhu və əmməl axər fələv bəthəttuhu qutə hədəl bulğum. İki qismidir. Bir qismin mən əhadisi Peyğəmbəri dedim, amma bir qismin deseydim, başımı bədənimdən üzərdilər. Bu hansıymış? Hansıymış? O hansı xəbərlərdir ki, Əbu Hüreyrə deyə bilməyib? Mən deyim. Əli ibn Əbi Talibin barəsində Peyğəmbər hər nəmə deyib, Əbu Hüreyrə demədi. Dedi, desəm başım kəsəl. Həzrəti Zəhranın barəsində, İmaməti 12 imamın barəsində hər nəmə nə var idi? Əhl-i Beyt barəsində. Desəydim başımı kəsərdi. Bu bir. İkinci, Buxari yazıb Əbu Hüreyrəyə dedilər ki, sən bil o vicdanın. Bu cür deyərik. Bəli. Sən bil o vicdanın. Türkiyə səlis bu cür da. Sən vicdanla danış, yəni vicdanla danış. Vicdanlı ol, vicdanlı ol. Yəni, der həqiqət sən andı verirəm Allaha. Bəli. Duruz. Bəli.
sən bu sözü ki nəql edirən Peyğəmbərdən eşitmişən, ey Əbu Hüreyrə, ya kisədən çıxartmışan, yalan kisədən. Yalan kisə. Dedi, Buxari yazıb, haza min kisə Əbi Hüreyrə. Bunlar Hüreyrənin kisəsindəndir. Əbu Hüreyrənin kisəsindən çıxardıram, yəni yalandır. Bu mətləbi Buxari səhihində yazıb, indi bu İmam-ül Müslim indi mərciə müsəlmandır. Mən gəlin bunun sözünə baxın. Müsəlmanı muhtərəm, əziz müsəlman, əziz qardaş, sünni qardaşlar, ağayanı vəhhabilər, Səhih-i Buxaridə deyir, ağay Əbu Hüreyrə deyir ki, bir Peyğəmbər də əbanı sal yerə, əbamı saldım yerə, əlin qoydu əbanın üstünə, elmi Peyğəmbər töküldü oraya, yığdım. Həmin Əbu Hüreyrədir ki, ağay Kəbul Əhbar, bunun əlindən yapışdı, geydək, hara? Sən aparam Kuhu Tura. 1000 neçə kilometr deyə. Tur dağına. Tur dağına. Bəli. Hardan yəni Mədinədən aparla çıxadılar Filistinə. Filistin. Səhra-i Sina. Bəli. Gedə ora, apardı ora. Tıbqın nevişdi Əhməd. Əhməd Həmbəl yazıb bu sözü, Əhl-i Sünnət yazıb. Əbu Hüreyrə dedi, niyə ora dedi? Tevratın ayələridir, təfsiridir, din Yahud o əndazə, din Həzrəti Musa ki, Yahudun ixtiyarındadır. Belə müqəddəsdir, hər yerdə örgənmək olmaz. Gərək gedək Turda vursan örgədən. Getdilər Turda, nə mörgətdi, qeytdi, gəldi. Ondan sonra Əbu Hüreyrə, Kəbul Əhbar, Yəhudunun rivayətlərin qalibi qalə Rəsulullahda verdi mərdumı xurduna, mərdum yedi. Biz bu cür deyərik də, mərduma təbliğ elədi. Yəhudun sözlərini İslam adı ilə. İcazə buyur. Burada bir sualı mən cürüyüm. Əgər gördün mühimdir, Cənab-ı Ay Nəsirlisən, qəşəng onu tozih ver. Əgər Peyğəmbərin rivayəti təfsirdə Əbu Hüreyrəcə olsa, Peyğəmbərimcə, mənim sözlərim yalandır. Əbu Hüreyrədən rivayəti, hədisi nəql olur, onu müqayisə ilə Əli ibn Əbi Talib ilə, müqayisə ilə Rəsul-u Xuda ilə, müqayisə ilə baba, Ömər ilə, müqayisə ilə Əbu Bəkr ilə, Osmanla. Əgər Əbu Bəkr, Ömər, Osman, Əbu Hüreyrəcə xəlqə İslam örgəsə üçünə, Bəli. Üçünə Əbu Hüreyrəcə İslam örgəsələr, mənim danışıqlarım hamısı yalan. Bu az sözdür. Ağa, xəlifəyə əvvəl. Əvvəlinci xəlifə. Bəli. İkinci xəlifə. Üçüncü Əbu Bəkr, Ömər, Osman. Bunların amarını yığaq görək neçə dəfə Peyğəmbərdən qalə Rasulullah deyiblər. Qoyaq bu tərəfə. Üçünün. Əbu Hüreyrə də bu tərəfdə. Bəli. Ay Nəsli, sən nəzərin var, gərək hansı çox ola? Gərək xəlifə də. Çünki xəlifədir bir, Peyğəmbərin qaynatasıdır iki, biri damadıdır zahirdə üç. Duruz? Bəli. Peyğəmbərin dibindəydilə əvvəldən. Bəli. Peyğəmbərin yanındaydilə əvvəldən. Əbu Hüreyrə deyirlər 19 ay. Bəzilər deyirlər 2 il. Peyğəmbərin yanındaydı. Əbu Bəkr, Ömər, Osman 23 il. Hala bunu 3 il fərz elə, bir ildə sən qoy üstünə. Əbu Hüreyrə Peyğəmbərin yanında 3 il qalıb, Əbu Bəkr, Ömər, Osman 23 il. Bu 3 nəfər 20 il ondan çox olmuşlar. Sahibi vicdan tapılsın, bu 3 dənə xəlifənin rivayəti əgər üçününkü Əbu Hüreyrənin nisfic olsa, mən danışıqlarım yalandır. Bu musibətdir. Yarısı qədər olsa. Bəli. Kop. Qəziyə yekəblər də, müşəxəs olur ki, bu kudeta deyərik buna. Hərbi çevrilik. Bəli, hərbi çevriliş. Hərbi çevrilikdir bu. Nizami çevrilikdir bu. Niyə? Ağayanı, Yəhudilər gəldilər, xüləfanı örgətdilər. Bu da sahabe-i Peyğəmbəri. Dedilər, ağa, bura Hicazdır, qəbilədir. Peyğəmbər İslam və qəbiləyə Bəni Haşimdəndir. Bir qəbilədən bir Peyğəmbər bəsdir, imamı ayrı xəlifədir, ayrı qəbilədən intiqab eləyək. وَسِعُهَا فِي قُرَيْشٍ تَتَّسِعْ Tamamı Qureyşin qəbilələrindən imam cürriyək. Yaxşı ki, Peyğəmbərdən sonra əyləşdilər, deyilər, əvvəl Bəni Təym. Bu qəbilədən, bu oldu Əbu Bəkr. Ondan sonra qəbiləyi Bəni Udey, bu da Ömər. Ondan sonra qəbiləyi Bəni Uməyyə. Ağa, gətdilər, qəbilələri saldılar Əhl-i Beytin canına. Əhl-i Beyt dedi, baba, biz nə xilafət izlədik, nə mərciyyət izlədik. Baba, biz elə öldürməyin.
Gene öldürdüler ya yok. İmam Hüseyin'i dəvət elədilər, öldürdülər. İmam Həsən öydə zəhr verdilər. Əli ibn Əbi Talibə mərdum rəy vermiş deyə verməmişdi. Məgər demir mərdum hücum getdi Osman öləndən sonra Həsənlə Hüseyin bəzilər deyirlər nə? Bir mənayı hesan baş var mı? Ayağımın barmaqları. Mərdumun ayağının altında leh oldu. Ay Əli gəl bizə rəhbər ol. Düzdür? Bəs necə oldu? Əlini öldürdülər. Qudrət çatdı Muaviyə. Niyə İmam Həsənə çatmadı? İmam Həsənə. Hamısı nə idi ağa? Hərbi çevriliş. Çevriliş. Bəli. Duruz? Bəli. Yəni bir bərnamə idi. Ədədin deyim sən yaddaş dilə. Buyurunuz. Əhl-i sünnetin kitaplarında biş az min mevrid. Bu ibarete bak. Min. Fars'ta derik hezar. Türkçe'de derik min da. Min mevrid. Siz kompüterle. Bəli. Kompüter. Bəli. Onunla bakın Peygamber buyurup mən ölenden sonra mənim bu sahabəm mənim əleyhimə kudüt eləyəcəklər. Kudüt elan buyurdunuz ki o hərbi çevriliş. Hakimiyyəti silah gücü ilə almaq, zor gücü ilə almaq. Zor gücü ilə almaq. Biz deyərik kudeta. Bəli, zor gücü ilə gəldilər hakimiyyətə. Xoş, bu Şiiyə nə rəbti var? Mən sənin qardaşım, kiçik qardaşım. Sən əhl-i sünnətsən, böyük qardaş, muhtərəm. Oturaq danışaq deyək, baba, Əbu Bək deyən İslam, qəbul. Qəbul. Ömər deyən İslam, qəbul. Osman deyən İslam, qəbul və Əli deyən İslam, qəbul. Tamam. Bəli. Bundan qeyrəsin, gəlin ataq çölə. Bizim sözümüz yoxdur. Niyə? Onlar hər nə desə, Peyğəmbərdə görüb, ondan deyərlər. Amma ağa, sənin kitabların dolub Zuhrinin kitabını, ağa bu Səhih Buxari dəqiqən ərz elədik 2700 xurda idi. Bəli. Onun 1200 nisfinə yoxun bir nəfərinkidir fəqət. Zuhriyə deyərlər o adamı ki dinin satdı. Mendilül xulafa, yəni dəsmal kağazı deyərsiniz. Dəsmalı nə deyəriz? Salfetka. Ha? Salfetka. Salfetka? Aha. Biz deyərik dəsmal kağazı. Bəli. Buna deyərlər hakimlərin, cəbbarların, tağutların dəsmal kağazısı. İndi sən öz dilindədir. Bir adam ki bacısı Ruqəyyə dedi mənim bu qardaşım Zöhrünün dini yoxdur. Getdi Bəni Üməyyədən pul aldıq. Fəzail Peyğəmbərin Əhl-i Beytin nəql eləməyə. Buxarinin nisfi kitabı bununkidir. Din satanınkidir. Xoş, pəs qeydəm təkrar edeyim. İslamı fərz edir, aləmi fərzə. Əbu Bəkirin İslamı qəbul, Ömərin İslamı qəbul, Osmanlıca qəbul, Əli ibn Əbi Talibinki qəbul. Bunu versinlər bizə. Gəlib deyirlər, Zuhrinin İslamı. Zuhri. İbn-i Şahabı, Zuhri. Bir adamı ki, özləri deyirlər, dəsmal kağazı idi ki, kəsafət, nə deyiriz adı, xulafay Cawrun nökəri idi, onların kəsafətin payı. Onlar cinayət elərdə bu deyəri düzdür. Onlar zülm elərdə bu deyəri düzdür. Deyəri dəsmal kağazıdır. Bəli. Durustdur. Paş eləyərdi onların səhvlərini. Pəs İslam-ı mövcud əgər Ömərindir, müvəqqətən qəbul eləyəcək. Osmanın da qəbul. Nə Osmanındır, nə Ömərindir, nə Əbu Bəkirin, nə Əlinindir. Salamullah. Kimindir? Zöhrünündür. Zuhri. Əbu Hüreyrənindir. Zəhhakindir. Diqqət ver. Məqatil və Süleymanındır. Mücahid ibn Cəbridir. Bunlarındır bu İslam. Bu İslam, Peyğəmbər İslamı deyir ki, axı. Bəli. Roşan oldu sahudu deyil. Xoş. Nəticə diqqət buyurun görək bu ibarətdən nə çıxır? Mən bir mətləbi mühim saxlamışdım bu mətləbin axırına görüb yetirə bildim. Vaxtımız da az qalıb hacı. Bəli. Hududu 2 dəqiqə vaxtımız var. Var. Bəli. Baxın. Buxarı deyir ki, xəbərin şumarəsini deyim də, nömrəsini. Nömrəyi 3300 baxın, 339. 3407. Müslimdə 2372. Neçədən oldu? 3 dənə hədis. Deyir, Həzrəti Musa vurdu, Mələkül Mevtun gözünün biri çıxıb, Mələkül Mevt elə kördür.
Bu cür bir şey olar. Bunların İslamlarıdır ya. Əgər Mələkül Mevtu deyir ki, Mələkül Mevt gəldi, gedə Mələkül Mevt deyər İslam. Əzrail mələk, ölüm mələyi. Ölüm Əzrail. mələk. Bəli. Həzrət İsrail bu kitabların baxın görür rişəsi nağıldır. Bu İslam kitabıdır ki, din kitabıdır ki, xurafat deyirik biz bunlara. Nağıl deriz. Bəli, əfsanə, nağıl. Əfsanə. Ağay Buxari 2 yerdə. Bəli. Ağay Müslim bir yerdə. Olur 3 dəfə səhahlarında. Həzrət İsrail gəldi ki, dedi, selamun aleyküm. Aleykümselam. Musa əyləşmişdi. Musa, Allah məni yollayıb sənin Canı almağa. canımı alam. Mənim canımı alasan, ağa bir dənə deyir, sili vurdu. Diqqət buyura, məsxəriyə bax. Sili vurdu, İsrailin gözü çıxdı. Əlan İsrailin bir dənə gözü var, ha, tibiqi bunların məntiqi. Əzrail. Əzrail. Bəli. Baxın, görün, vəqən bu əql ilə cür gələr. Bu məntiq ilə cür gələr. Bu, bunların məzhəbidir ki, rişəli kitabı, mu'təbərtərin kitabında əvvələn işqala bax. Həzrət İsraili kim yollayıb? Allah. Bu bir. Musa ilə Allahın ixtilafı var idi. Xeyr, əlbəttə ki, yox. Ondan sonra İsrail bir kiçik adamcadır. Bir gözün şapalağına vuran, biri sili ilə vuran, biri çıxar. Sili deyəriz, şapalaq deyəriz. Şillə. Şillə. Deyir ki, Həzrəti Musa Allah yollayan məmuru. Soruşdu, sən kimsən gəlmişəm mənim yanıma? Dedi, mən Əzrailam. Niyə gəlmişəm? Deyir, Musa deyib. Bəli. Gəlmişəm sən canı olam. Şillə ilə vurdu, İsrailin gözündən ot parladı, İsrail göz açlıyordu, gözünün biri beynindən gedib. Bu kitabın xurafatına bax. Hənuz 1400 ildir kitab-ı Buxari Müslim bu zatlara deyil İslamdır. Bunu nə cür şiyə qəbul eləsin? Tarixi İslamı əhl-i sünnət gözü ilə baxanda Həzrət Musa vuracaq, Əzrailin gözü çıxar. Əbu Hüreyrə deyir, İslamı əbanı içindən yığdım. Peyğəmbər İslamı tökdü, hadisi tökdü əbiya, əbada yığdım. Əlin qoydura birdən töküldü gəldi. Bu xurafatdır. Bunlar deyərlər, məcmuən İslama rəbti Yoxdur. Çox sağ olun. Allah sizdən razı olsun. Dəyərli vaxtınızı bizə ayırdınız. Təşəkkür edirəm sizə. Hörmətli tamaşaçılar, bizim bu bəhsimizdə də əhl-i-sünnə kitablarına baxdıq. Bunlardan mənbələr sizə qeyd etdik. Bunları yəni qeyd edib özünüz də baxa bilərsiniz. Əsas mövzunun bəhsimiz bundan ibarət idi ki, Səhih Buxaridə və başqa səhabələrin dediyi xurafatlar, yəni əfsanəvi, nağılı bir hədislər idi. Yəni biz bu İslama iman gətirə bilmərik. Hətta başqa kitabları da qoyaq qırağa, Səhih Buxari, Səhih Müslimə baxaq. Bu kitablar hər bir ağıllı insanın nəzərində qəbul olunması bir şey deyil. İnşallah bu bəhslərin davamı olacaq. Kitablardan və başqa əhl-i sünnə mənbələrindən söhbət edəcəyik. Bizdən ayrılmayın. İnşallah Allah'a əmanət.